Çox səsliliyin səsi Araz News radiosunu dinləyirsiniz. Təbriz 1908-ci ilin payızı. Xiyaban məhəlləsinin dar küçələrində topraktan yığılmış sipərlər ucalır. Gecə soyuqdur. Şəhərin üstünə çökən sükut isə bundan dağırdır. Top səsləri uzaqdan gəlir, kəsilir, yenidən başlayır. Bir gənc ruhani əlində tüfəng sipərin arxasında dayanıb. Neçə saat öncə mədrəsədə məntiq kitabı vədəqləyən əllər indi başqa bir kitabın, azadlığın kitabının səhifəsini açırlar. Onun adı Məhəmməddir. Tarix ona tezliklə başqa bir ad verəcək. Xiyabani, Xiyaban məhəlləsinin adamı, sipərlərin adamı, sözünü küllədən öncə deyən adam. O gecə Təbrizin daş duvarlar arasında sonradan Azadistan adlanacaq bir rüyanın ilk toxumu torpağa düşür. Mən Altay Urmulu. Araz News radiosunda azadlıq və ədalətin mikrofonu arxasında yenə birlikdəyik. Bugün söhbətimiz bir adamdan gedir ki, adı bu günə qədər Təbriz xiyabanlarında Güney Azərbaycan yaddaşında yaşayır. Şeyx Məhəmməd Xiyabani. Din alimi, siyasətçi, üsyançı, dövlət qurucusu. Bir insanın ömrünə bu qədər kimlik necə sığa bilər? Bunu birlikdə görəcəyik. Hikayə Xamnə kəndindən başlayır. Mahatskala bazarlarından keçir, Təbriz sipərlərində bərkiyir, Ala qapıda öz zirvəsinə çatır. Sonu isə bir su arxında ya da son gülləyə qədər davam edən bir çarpışmada gizlənir. Mənbələr bu nöqtədə ayrılır. Bunu da bölüm boyunca danışacağıq. Ancaq hikayə orada bitmir. Çünki 1945'te başqa bir adam, başqa bir bayraqla eyni yolu davam ettirecek. ...1879 yıl Hicri təqvimi ilə 1297'də Təbrizdən 70 kilometr uzaqda Şəbistər torpaqlarına bağlı Xamnə adlı kiçik bir kəndə bir uşaq dünyaya göz açır. Kəndin adı sonradan xəritələrdə çoxlarına tanış gələcək. Çünki o uşağın adı bu toprağın taleyi ilə bir-birinə hörüləcək. Ailə köklü tacir nəslindəndir. Ata Hacı Əbdülhəmid malqara və parça ticarət üçün ilbəil Qafqaz sahillərinə, Xəzərin o üzündəki Mahatskala limanına yol götürür. O illərdə Mahatskalada sadə bir liman deyil, min bir dilin, min bir fikrin qovuşduğu bir qapıdır. Rus İmparatorluğunun nəzarəti altında da olsa, buranın bazarlarında Bakıdan gələn qəzetlər dövr edir. Tiflisdən gələn xəbərlər ağızdan ağıza keçir. Gənc Məhəmməd atasının yanında bu yollara düşəndə öyrəndiyi təkcə alver hesabı olmur. Karavan dayanacaqlarında, çayxanalarda, tacir söhbətlərinin arasında Qafqaz türklüyünün nəbzi döyünür. Molla Nəsrəddin dərgisinin kəskin qələmi, Bakı ziyalılarının milli oyanış həvəsi, Tiflisin çox səsli mühiti, Xamnəli bir mədrəsə uşağı üçün başqa bir dünyanın qapısıdır. Bu təcrübə onda iz bırakır. Sonraki illərdə yazdığı sətirlərdə, apardığı mücadilədə Qafqazın o dönəmki fikir hərəkatlarının izini görmək çətin olmur. Millətini tanımaq, dilini qorumaq, taleyini öz əli ilə almaq düşüncəsi məhz bu Mahatskala illərində kök salır. Ailə həyatında da eyni mühitin izi qalır. Həyat yoldaşı Zəhra xanımın o dönəmin görkəmli qələm sahibi Cəlil Məmməd Qulizadənin çevrəsi ilə bağlı olduğu yazılır. Bu bağ Xiyabaninin ev mühitinin nə qədər aydın bir fikir dünyasına açıldığını göstərən kiçik amma dəyərli bir işarədir. Beləliklə, tarix boyu təkrarlanan
bir naxış özünü bir daha göstərir. Böyük hərəkatların çoxu kiçik bir kənddə başlayır. Uzaq bir bazarda böyüyür. Sonra vətənə qayıdıb alov olur. Xiyabaninin yolu da məhz beləcə. Xamnədən Mahaçqalaya, Mahaçqaladan yenidən Təbrizə doğru hörülür. Təbrizə qayıdan gənc Məhəmməd şəhərin mədrəsələrinə üst tutdu. Klasik təlim yolu, fiqh, usul, ərəb qrameri onun qarşısında açılır. Bu yolda o sıradan bir tələbə kimi qalmır. İllər keçdikcə addım-addım müctəhidlik dərəcəsinə yüksəlir. Dini elmlərin ən dərin qatlarına başvurur. Amma onun zihnini yalnız fiqh kitabları doldurmur. Talibiyyə mədrəsəsinin salonlarında dövrün tanınmış astronomu Mirzə Əbdüləlidən dərs alır. Ulduzların hərəkətini, fələyin qanunlarını öyrənir. Məntiq və fəlsəfə kitabları əlindən düşmür. Ərəstu məntiqindən başlayıb İslam fəlsəfəsinin böyük azlarına qədər geniş bir yol qət edir. Bu dövrün bir çox din xadimi üçün adət olmayan bir seçimdir. Halbuki Xiyabani üçün din elmi ilə müasir elm iki ayrı dünya deyil, tək bir gövdənin iki qanadıdır. Bir tərəfdən Quranın hökmlərini, digər tərəfdən fələyin hərəkət qanunlarını öyrənən bu adam sanki gələcəkdə quracağı hərəkatın da təməl daşını burada qoyur. Köhnə ilə yenini qucaqlaşdıran, ənənəni inkar etmədən irəliyə baxan bir düşüncə tərzi. Rus dili öyrənməsi də eyni ruhun davamıdır. Maçqala illərindən qalma bir adət kimi başlasa da get-gedə ciddi bir alətə çevrilir. Qafqaz mətbuatını orijinalından oxumaq Rusiyada gedən siyasi prosesləri izləmək imkanı verir ona. Ərəbcəni və farscanı onsuz da mükəmməl bilir. Buna Rusca da əlavə olanda əlindəki alət qutusu bir din alimindəkindən də daha zəngin olur. Beləcə hələ siyasətə addım atmamış Xiyabani artıq başqa cür bir adamdır. Kürsüdə xütbə oxuya bilən, amma eyni zamanda bir qəzet sütununda dövrün fəlsəfi cəryanlarını müzakirə edə bilən bir zehn. Sonrakı illərdə xalqın qarşısına çıxanda onun sözünün ağırlığı buradan gəlir. Nə sadəcə bir ruhaninin, nə də sadəcə bir siyasətçinin sözü. İkisinin qovuşduğu bütöv bir insanın sözü. 1905-ci ildə Tehranda başlayan məşrutiyyət küləyi tezliklə Təbrizə də çatır. Sarayın hakimiyyəti millətlə bölüşmək istəməməsi, millətin də bu köhnə nizama daha dözməmək qərarı. Bu iki qüvvə arasındakı toqquşma qaçınılmaz olur. Xiyabani hələ mədrəsə dövründən tanıdığı bu gərginliyin ortasına sözün əsl mənasında atılır. O illərdə kürsüdən danışan bir çox din xadimi var. Amma Xiyabaninin sözü başqa cür səslənir. Çünki söz onda təkcə möcüzə deyil, çağırışdır. Millətin mütləqiyyətə qarşı ayğa qalxdığı toplantılarda önə çıxır. Məşrutəçilərin sıralarında yer alır. 1908-ci ilin yayında Məhəmməd Əli Şah Tehranda parlamenti topa tutturanda Təbriz susmur. Şəhər əhli küçələrə çıxır, silaha sarılır. 4 ay boyu davam edəcək bir müqavimətə hazırlaşır. Bu müqavimətin ən qızğın döyüşləri Xiyaban məhəlləsinin dar küçələrində, təsadüfən elə Xiyabaninin öz məhəlləsində cəryan edir. O, bu sipərlərdə sadəcə seyirci olmur. Əlinə tüfəng alır. Gecə növbələrində sipərləri bölüşür. Döyüşçülərin mənəviyyatını sözü ilə ayaqda tutur. Məhəmməd Əli Şahın qonşularına qarşı aylarda davam edən bu müqavimət şəhərin yaddaşına elə həkk olunur ki, sonrakı nəsillər bu adamı artıq təkcə Məhəmməd kimi tanımır. Xiyaban məhəlləsinin adamı, yəni Xiyabani kimi anır. Ləqəb döyüş meydanından doğur, kitab səhifələrindən yox. Müqavimətin nəticəsi məşrutəçilərin xeyrinə həll olur. Məhəmməd Əli Şah təxtdən salınır. 1909-da parlament yenidən açılır.
hələ 30 yaşında olan Xiyabani Təbrizdən məbus seçilərək 2-ci məclisə daxil olur. Bəzi qaynaqlar onun etirazlarından dolayı həbs olunub Qafqazın şimalına Qarsa sürgün edildiyini yazır. Beləcə, hələ gənc yaşda Xiyabani artıq iki şey öyrənmiş olur: sözün gücünü və sipərin ağırlığını. Bu ikisi illər sonra Azadistanın təməlində yenidən qarşımıza çıxacaq. 1911-ci ildə parlament yenidən bağlananda Xiyabani təqibdən qaçıb atasının yolunu tutur. Qafqaza, bu dəfə ticarət bəhanədir. Əsl məqsəd təhlükəsiz bir sığınacaqdır. Amma taleyin gərdişi elə qurulur ki, 1917-ci ilin fevralında Rusiyada Çar taxtdan düşür. Qafqazda hava dəyişir. Xiyabani bu xəbəri eşidəndə vaxt itirmir. Təbrizə qayıdır. Şəhər onu köhnə bir tanış kimi qarşılayır. Amma Xiyabani artıq köhnə adam deyil. Toplaşdırdığı yoldaşları ilə Zeynəlabidin Xannobəri, Məhəmmədəli Badamçı, Mirzəli Rəfət kimi adlarla Azərbaycan Demokrat firqəsini yenidən qurmaq üçün qollarını çırmalayır. 1917-ci il avqustda keçirilən konferansa 400-dən artıq nümayəndə axışıb gəlir. Bu artıq kiçik bir dərnəyin işi olmaqdan çıxıb bütöv bir vilayətin nəfəsinə çevrilir. Firqənin səsi olmaq üçün Təcəddüd, yəni Yenilik adlı qəzet işə düşür. Sətirləri ilə köhnə düşüncə qaliblərini sarsıtmağa çalışır. Millətə yeni bir dil, yeni bir umud təklif edir. Qəzetin başına vaxt aşırı fərqli qələmlər keçir. Şair Mirzə Təqixan Rəfət, İsmail Xiyabani, Əbdülhəsən Fiyuzat kimi adalar Təcəddüdün səhifələrini doldurur. Amma hər böyük bir hərəkət içində öz gərginliyini də düzərdir. Firqə daxilində iki cəryan üz-üzə gəlir. Tehran mərkəzli rəhbərliyin çizgisinə bağlı qalan kəsim özünü ehtiyatlı tutur. Mövcud nizamla kəskin toqquşmadan çəkinir. Xiyabaninin başında durduğu kəsim isə daha cəsarətli bir yol tələb edir. Vilayətin öz taleyinə sahib çıxmasını, mərkəzin kölgəsindən çıxıb Azərbaycanın öz gücünə güvənməsini istir. Tarix bu iki tərəfi İnqilabiyyun və Tənqidiyyun adlarıyla yadda saxlayır. Tehran rəhbərliyi bu gərginliyi sadə bir daxili müzakirə kimi buraxmır. Təbrizdəki Xiyabani cinahına qarşı baskı vəsaitləri işə salınır. Hətta Qazaq dəstələri hərəkata qarşı yönləndirilir. Amma bu təzyiq Xiyabaninin qərarlığını sarsıtmaq yerinə onu daha da bərkidir. Xalq arasındakı dəstəyi günbəgün artır. Təcəddüdün sözü daha geniş qulaqlara çatır. Beləliklə 1917-ci ilin sonuna doğru Təbriz artıq sadəcə bir vilayət mərkəzi olmaqdan çıxıb Güney Azərbaycanın siyasi ürəyinə dönür. Bu ürəyin döyüntüsü 3 il sonra Alaqapıda ən yüksək həddinə çatacaq. 7 aprel 1920 Təbriz günə başqa cür oyanır. Şəhərin xiyabanlarında vətənpərvər dəstələr dövlət dairələrinə, post və teleqraf idarələrinə yönəlir. Mərkəzdən təyin olunmuş valinin adamları müqavimət göstərmədən təslim olur. 2 gün içində qan tökülmədən bütün rəsmi qurumlar millətin əlinə keçir. Bu təsadüfi bir üsyan deyil. Arxasında illərin yığılmış hiddəti və nifrəti dayanır. 1 il öncə imzalanan İngilis-İran müqaviləsi İranı fəlakətli şəkildə Britaniyaya bağlı bir vəziyyətə salmışdı. Xalq bu müqaviləni özünə edilmiş bir haqsızlıq kimi görürdü. Xiyabani isə bu hiddəti bir hərəkata çevirən əl oldu. Yeni idarə özünə bir ad seçir. Azadistan, azadlıq ölkəsi. Ad təsadüfən tapılmır. O illərdə Bakı mərkəzli Qafqaz Cumhuriyyəti artıq Azərbaycan adını daşıyırdı. Təbriz rəhbərliyi qarışıqlığa yol verməmək və eyni zamanda öz kimliyini vurğulamaq üçün fərqli, amma məna etibarilə eyni ruh daşıyan bir ad seçdi.
Azadlıq bu toprağın yeni kimliyi olur. 24 iyun 1920-də hərəkat daha da rəsmiləşir. 20-yə yaxın Demokrat firqəsi üzvündən ibarət bir milli hökumət qurulur. Aralarında tanınmış tacir Məhəmmədəli Badamcı da var. Ələnəği Gəncəyidə. Hökumətin mərkəzi şəhərin köhnə Alaqapı sarayına köçürülür. Sonraki 5 ay Güney Azərbaycan tarixinin ən sıx, ən canlı fəslinə çevrilir. Türkcə məktəblərdə rəsmi təlim dili elan olunur. Bu təkcə sembolik bir addım deyildi. Kəndlərə qədər uzanan gerçək bir dəyişiklikdir. Uzaq kəndlərdə belə türkcə dərs keçən məktəblər açılır. Bakıdan müəllimlər dəvət olunur. Milli ordu təşkil edilir. Millətin təhlükəsizliyi üçün polis məktəbi qurulur. Xəstəxanalar qurulur və bir yetimxana fəaliyyətə başlayır. Qızlar üçün ayrıca məktəb açılır. Torpaq islahatı, vergi sisteminin adilanə yenidən qurulması, məhkəmə işlərinin nizamlanması üçün komisyonlar yaradılır. Bu qədər işi 5 ayda başa çatdırmaq əlbəttə hər şeyi mükəmməl etmək demək deyil. Hökumətin özünün nəşr etdiyi Azadistan dərgisi cəmi 3 sayı çıxa bilir. 4-cü sayı mətbəədə qalır. Bu kiçik detayl quruculuğun nə qədər tələsik və kövrək şərtlər altında getdiyini göz önünə sərir. Amma tələsikliklə baxmayaraq bu 5 ay Güney Azərbaycan xalqına bir şeyi göstərir. Öz dilində oxumaq, öz təhlükəsizliyini, öz əmniyyətini öz əli ilə qurmaq, öz taleyinə, öz əlləri ilə toxunmaq mümkündür. Alaqapıdakı bu rövya hələ neçə ay davam edəcəyini bilmədən hər gün biraz daha kök salırdı. Alaqapıdakı gənc hökumətin qapısını təkcə düşmənlər döymürdü. Dostluq əl uzadanlar da var idi. Amma Xiyabani bu əlləri bir-birindən fərqli səbəblərlə geri qaytardı. Sovet Rusiyasının rəhbərliyi Quzeydən mali yardım təklifi göndərdi. O dövrdə bu kiçik bir jest idi. Qızıl, silah, hətta siyasi çətir demək idi. Xiyabani isə bu təklifə açıq qapı açmadı. Millətinin azadlığını başqa bir imperiyanın kisəsinə borclu etmək istəmirdi. Bizim gücümüz xalqımızdadır. Bu düşüncə onun bütün siyasi xəttinin üzünü təşkil edirdi. Eyni prinsip tarixin bir başqa qapısında da sınandı. Rəvayətə görə Anadoluda öz bağımsızlıq ya müstəqillik savaşını aparan Mustafa Kemal Atatürk də Xiyabaniyə əl uzatdığı deyilir. Bu iki hərəkat arasındakı məsafə o qədər də uzaq deyildi. Biri Anadolu torpağında, digəri isə Təbriz xiyabanlarında. Eyni millətin, eyni əsrin, eyni 10 illiyində bənzər bir düşməmə iradəsi ilə ayaqda durmağa çalışması. Mustafa Kemal Atatürk'ün o illərdəki duruşunu xatırlamaq yerinə düşər. 1920-ci ildə söylədiyi sözlər onun Qafqaz və İran türklüyünə baxışını aydın göstərir. Azərbaycan türklərinin dərdləri bizim dərdimizdir, sevincləri bizim sevincimizdir. Bu yüzden onların arzularına nail olmaları, bağımsız və azad yaşamaları bizi hər şeydən çox məmnun edər və sevindirər. Bu sözlər hələ öz savaşının içindən çıxa bilməmiş bir liderin qardaşlarına göstərdiyi geniş ufuqlu bir baxışdır. Xiyabani isə həmin rivayətə görə bu əli də geri qaytardı. Səbəbi bəlkə ehtiyatlılıq idi. Bəlkə İranın ərazi bütövlüyünə hörmət qayğısı. Bəlkə də sadəcə kənardan gələn hər əl sonunda bir bağlılıq yaradar düşüncəsi. Nə olursa olsun, nəticə eyni oldu. Xiyabani Azadistanı tək başına ayaqda tutmağa çalışdı. Burada tarixin sükut etdiyi bir sual asılı qalır. Əgər o əl tutulsaydı, bugün Türk dünyası, Güney Azərbaycan, İran türkləri, hətta İranın özü başqa bir nöqtədə ola bilərdimi? Bunun cavabını heç kim verə bilməz, amma sual illər keçsə də öz ağırlığını itirmir. Bir tərəfdə
geniş görüşlü, qardaşlıq əli uzadan bir vizyon, diğer tərəfdə hər nə bahasına olursa olsun öz ayaqları üstündə durmaq istəyən bir iradə. Payız yaxınlaşırdı. Amma Alaqapıdakı hökumətin taleyini həll edən şey mevsim dəyirdi. Tehran hökuməti Güney vilayətini yenidən öz nəzarətinə almaq üçün yeni bir yol tapmışdı. Muxbirul Səltənə adlı bir məmuru tam səlahiyyətlə Təbrizə vali göndərmişdi. Muxbirul Səltənə başda hərəkatla uzlaşan bir görüntü verirdi. Şəhərə soyuqqanlılıqla yaxınlaşır, Xiyabani ilə açıq toqquşmadan çəkinirmiş kimi davranırdı. Bu görüntünün altında tam başqa bir plan gizlənirdi. Hərəkatı içərdən yumuşaltmaq, sonra isə bir zərbə ilə çökərtmək. 12 September 1900 ilin səhəri bu plan öz həqiqi yüzünü göstərdi. İran dəstələri İngilis dəstəyi ilə təchiz olunmuş ən son model silahlarla Təbrizin üstünə yeridi. Alaqapıdakı hökumət mərkəzi mühasirəyə alındı. Şəhər küçələrində qanlı toqquşmalar başladı. 300-dən artıq dükkan yağmalandı, yandırıldı. 5 ayın quruculuq həvəsi bir neçə saat içində alov və qan içində qaldı. Xiyabaninin son saatları haqqında tarix tək bir səs vermir. Bir neçə fərqli rivayət bu günə qədər yan-yana yaşayır. Bir rivayətə görə o təqibçilərdən qaçarkən Təbrizin dar küçələrində bir su arxına düşərək boğuldu. Cəsədi düşmən əlindən zorla alınıb Seyid Həmzə qəbristanlığında dəfn edildi. Başqa bir rivayət isə fərqli bir sonluq çəkir. Baskın anında Şeyx Həsən Badamsının evində olan Xiyabani İran əskərlərinə təslim olmağı rədd edib son gülləsinə qədər çarpışaraq şəhid oldu. Üçüncü bir səs isə bu dəfə düşmən tərəfdən elə Muxbirul Səltənənin özündən tam fərqli bir iddia irəli sürür. Güya Xiyabani gizlədiyi yerdə intihar etmişdi. Bu iddianın hansı ağızdan çıxdığını xatırlamaq önəmlidir. Məğlub edilənin yox, məğlub edənin öz dilindən. Tarix bu üç rivayəti bir-birinə qarışdırmaqdansa yan-yana durmağa məcbur edir bizi. Hansı doğrudur, bugün dəqiqliklə söyləmək çətindir. Amma hər üç rivayətin ortaq bir nöqtəsi var. 14 September 1920 Xiyabaninin nəfəsi Təbriz torpağında kəsildi. Onunla birlikdə Təcəddüdün qələmi Mirzə Təqixan Rəfət də bu itkiyə dözə bilmədi. Az sonra Təbriz yaxınlığındakı Qızıl Dizə kəndində 30 yaşını keçməmiş bu şair öz əli ilə həyatına son qoydu. Bu hərəkatın iki səsi eyni payızda sustu. Alaqapı yıxıldı. Amma bir şəhərin daşları yıxılanda belə o daşların altında qalan söz tamamilə susmur. Alaqapı yıxılandan 25 yıl sonra Təbriz yenidən eyni sözü tapır. 1945-ci ildə bu dəfə Seyid Cəfər Pişəvərinin başçılığında Azərbaycan Milli Hökuməti qurulur. Adı fərqlidir, liderləri fərqlidir. Dövrün siyasi küləkləri də tamamən başqa istiqamətdən əsir. Amma proqramın ilk maddəsi göz qırpmadan eyni yerdən başlayır. Ana dil. Kəndlərdə yenidən türkcə dərs verən məktəblər açılır. Yenidən Bakıdan müəllimlər gəlir. Yenidən Təbriz özünü öz dilində tanımağa başlayır. Sanki Xiyabaninin 5 ay davam edən rüyası torpağın altında 25 il gözləmiş, sonra yenidən cücərmişdir. Tarixçilər bu iki hərəkat arasında birbaşa bir təşkilatlı xətt çəkməkdə ehtiyatlı davranırlar. 1945-in öz şərtləri, öz güc tarazlıqları var idi. Amma ideologik və mənəvi bağ bu ehtiyatlılığın üstündən aşır. Eyni tələb Təbrizin öz taleyinə sahib çıxması, eyni vəsilə, ana dildə təlim, eyni yer, Alaqapının kölgəsinə düşən o eyni xiyabanlar. Xiyabani öz ömründən bir dövlət qura bildi. 5 ay yaşada bildi. Sonra
itirdi. Amma o itirdiyi şey tam mənasıyla yoxa çıxmadı. Bir sonraki nəslin əlinə keçən bir məşəl kimi yerin altında saxlandı. Sonra yenidən yandı. Bugün Təbrizin küçələrində gəzən bir adam bəlkə Xiyaban məhəlləsinin adını daşıyan bir küçədən geçir. Bunun içində nə qədər tarix gizləndiyini düşünmədən, amma daşlar unutmur. Bir vaxtlar orada siperlər qurulmuşdu. Bir vaxtlar orada bir hökumət Azadistan adını dünyaya bəyan etmişdi. Bir vaxtlar orada bir adam son nəfəsinə qədər susmamışdı. Xiyabaninin səsi 1920-ci ilin payızında susturuldu. Amma o səs susturulanda tamamilə bitmədi. Təbrizin daş duvarlarına, Alaqapının xarabalıqlarına, sonra Pişəvərinin dilinə, bugün isə keçmişin xətalarından dərs alan, hələ də Güney Azərbaycan üçün mübarizə aparan hər sözə köçdü. Güney Azərbaycanda azadlıq eşqi ilə yanan o od kiçilə bilər. Amma onun qığılcımları çözün altında Güney Azərbaycanın azadlığı üçün zülmün evini yaxmağa hər zaman can atmaqdadır. Değerli dinleyiciler, Araz News Radyosu'nun Azadlıq və Ədalət programının bu bölümünün də sonuna geldik. Mən Altay Urmulu. Bir sonraki bölümde görüşmek dileğiyle esen kalın. Çox səsliliyin səsi Araz News Radiosunu dinləyirsiniz.